Dünən YouTube postunda bir sorğu paylaşmışdıq. Həmin sorğuya əsasən soruşulurdu ki, hansı suallar daha çox izləyicilərimizə fayda verir? Daha çox seçilən blok sualları qəbul imtahan sualları olmuşdu. Ona görə də blok suallarının izahını daha da artırırıq, amma eyni zamanda digər sorğuda olan digər sualların da paylaşmasına davam edəcəyik. 20-ci suala baxaq. Qeyd edim ki, bu sual blok sınaq kitabından götürülmüşdür. Və burada deyilir, nümunənin təhlili ilə bağlı yanlış fikri müəyyənləşdirin. Az danış desinlər, sözündə güc var, çox sözü dinləyən çox nöqsan tapar. Burada bizə nə lazımdır uşaqlar? Yanlış fikir. İkinci misradakı hər iki isim tərslik haldadır. İkinci misrada iki isim var, baxın. Sözü, bir də nöqsan. Sözü dinləyən, burada ü tərslik hal şəkilçisidir. Nöqsan, nöqsanı tapar. Bu da qeyri-müəyyən tərslik haldadır. Bu doğru fikirdir. Düzəltmə söz işlənməmişdir. Az danış desinlər, sözündə güc var, yoxdur. Çox sözü dinləyən çox nöqsan tapar. Burada doğrudan da düzəltmə söz yoxdur. C bəndi hər iki misrada qeyri-müəyyən miqdar sayı vardır. İkinci misradan başlasaq, çox sözü, çox qeyri-müəyyən miqdar sayıdır. Çox nöqsan çox sayıdır. Amma birinci misraya baxsaq, burada az sözü var. Az danış feilə aid olduğu üçün biz bilirik ki, burada az sözü say ola bilməz. Hansı nitq hissəsi olur? Uşaqlar zərf olur feilə aid olduğu üçün. Deməli, bu sual, bu cavab yanlışdır. Bizə də yanlış cavab lazım idi. C bəndi bizim doğru cavabımızdır. D bəndi ismin 3 halına istifadə olunub. İsimlər burada sözündə də yerlik hal şəkilçilidir. Güc var, nə var? Bu adlıq haldır. Sözü və nöqsan sözü də bayaq qeyd etdiyimiz kimi tərslik haldadır. Doğrudan da 3 hal var. Adlıq, yerlik, təsirlik. Bu doğru fikir D bəndində çıxırıq. Birinci misrada mənsubə şəkilçili isim vardır. Birinci misrada mənsubə şəkilçili isim sözündədir. Sözündə onu, sənin sözündə. Biz misraya baxsaq, az danış, kim, sən desinlər, sənin sözündə güc var. Orada ün mənsubə şəkilçisidir. Bu da doğrudur. Cavabımız oldu C bəndi.